Bu ölkənin qadınları saqqal saxlayan kişiləri sevmirlər. Oh no! Bu ölkədə xanımlar şirin görsənsinlər deyə uşaq kimi danışıb, uşaq kimi davranmağa çalışırlar. プリンプリンの唇 Bu ölkədə kiçik yaşlı məktəbli uşaqlar piyada keçidlərində sürücülərin dayanması üçün xəbərdar edici hərəkət olaraq bir əlini havaya qaldırıb sakitcə, qaçmadan yolu keçirlər. Bu ölkədə heç kim sizin üçün qapı tutmaz ki, siz rahat keçəsiz. Və yaxud ağır çanta ilə yolda gedən xanıma kimsə yardım etməz. Küçədə uşaq arabası ilə çətin vəziyyətə düşsəniz, sizə kömək edən olmayacaq. Bütün bunlar normal hesab olunur. Bu ölkədə çöpə atacağınız əşyaları yumaq məcburiyyətindəsiniz. Əks halda istifadə edilmiş, çöpə atmaq istədiyiniz əşyalardan pis qoxu gələ bilər. Buna icazə yoxdur. Hər bir evdə fərqli çöpləri çeşidləmək üçün xüsusi qablar var. Hər çöp tərtəmiz yuyulmuş halda öz qabına atılır. Bu həm ətraf mühiti qoruyur, həm də çöpləri təkrar istehsala hazır hala gətirir. Çöpləri düzgün çeşidləməsəniz və ya çöplərdən pis qoxu gəlsə, cərimə olunacaqsınız. Bəli, bura Yaponiyadır.